Salam hörmətli izləyicilərimiz. Binəqədidə məktəbin yaxınlığında yeni bir evimiz var. 3 otaqlı evimiz var. Gəlin yaxından sizi tanış edək. Evimizin giriş hissəsi çəkranı. Kombisi. Evimizdə hal-hazırda yaşayış da var. Yəni deməli, evimizə daxil olarkən belə bir balaca mətbəximiz var. Gördüyünüz kimi. İndi hal-hazırda dediyimiz kimi evdə yaşayış var deyə. Evimizin giriş hissəsi. Böyle balaca bir məşğul yerdir. Gel sanzerdən başlayalım. Burası sanzerdir evimizin. Burası evimizin yataq otağıdır. Görürsünüz. Xudmani otaqdır amma yəni rahatdır. Gördüyünüz kimi boş şkaf yerləşir. Yataq var. Balaca bir termosu da var buranın. Bura evimizin digər otağı, qonaq otağıdır. Gördüyünüz kimi. Burası necədir? Yəni, hal-hazırda xudmanidir, 3 otaqdır, amma əladır. Qiymət də əladır, qiyməti də əsas. Yəni, digər otaqdır bura. Gördüyünüz kimi bu otaq da belə. Yəni, əşya içində ola. Gördüyünüz kimi, otağın, yəni, necə deyim, yəni, rahat hərəkət var otağımızda. Görürsünüz, baş şkaf üçün yekə yeri var. Şkaf gəlib buraya da çıxsa, bu boyda yerimiz qalır yerində. Yataq burada. Gördüyünüz kimi burada da yerimiz var. Evimiz kombi sistemi ilə quraşdırılır. Gördüyünüz kimi. Pəncərəsi heç kimin həyətinə düşmür. Əsas pəncərə heç yerə gəlib düşməyədən bildiyiniz kimi. Evimiz 3 otaqlıdır. Binəqədidə məktəbin yaxınlığında yerləşir. Qiyməti də super qiymətədir. Kiminlə sualı olarsa bizlə əlaqə saxlayır. Evimizin əşyalı qiyməti ayrıdır, əşyasız qiyməti də ayrıdır. Yəni bunu da nəzərə alıb qiymətdə razı olun. Sağ olun, salamat qalın. Bu qədər.